Yəni sarayda keşikçi yoxdur? Yox, Rudamından başqa hamı getdi. Axı Rudamun tək başına bütün sarayı qoruyub mühafizə eləyə bilməz. Nə olsun ki? Mənim bu ambarda o qədər şeylərim var ki, tək başına onları heç cür qoruya bilmərəm. Birdən Züleyxa xanım bizi işdən çıxartsa necə olacaq? Mən heç vaxt buranı tərk eləməyəcəm. Ümidvaram ki, heç vaxt belə bir şey baş verməz. Çünki mən də bu sarayı və xanımı necə tərk eləyəcəyimi bilmirəm. Mənə elə gəlir ki, tezliklə biz də buradan getməli olacaq. Kahinlər Amunun məbədinə gedəcəklər. Keşikçilər də Misir ordusuna qoşulacaqlar. Bəs biz hara gedəcəyik? Uşaqlıqdan bu sarayda böyümüşəm. Ümid eləyirəm ki, heç vaxt belə bir şey baş verməz. Cənab, nəsə baş verib? Bəli, çox mühüm bir hadisə. Mənim Memfisdə yerinə yetirməli olduğum işlərim var. Sən Tipsə gedib bu məktubu Axnatuna çatdırmalısan. Baş üstə. Nə vaxt yola düşürsən? Elə bugün. Qayıqla, Nil çayı ilə gedəcəm. Allah amanında. Hiss eləyirəm ki, Yüzarsivi səndən istəməyin mənası yoxdur. Səbirsizlik eləmə. Bədbəxt oldu. Sənin təqsirin yoxdur, zarıma. Cənab Rudamun. Tanrılara and olsun, mənim təqsirim yoxdur. Narahat olma. İndi Züleyxa xanıma nə deyəcəyəm? Sənin nə təqsirin Məni var? cəzalandıracaq. Nə olur? Burada nə baş verib? Ambarları qarət eləyiblər xanım. Süb ambarı gedəndə gördüm ki, hər şeyi oğurlayıblar. İndi nə edeyim? Bədbəxt oldum. Hələ bu vaxtacan bizim sarayımızda oğurluq olmamışdı. Siz hara baxırdınız Rudamun? Sizə ərz eləmişdim, xanım.
Keşikçiləri azad eləmək lazım deyildi. Mən təklikdə bu böyüklükdə sarayı qoruya bilmərəm. Bədbəxt oldum, qarət eləyiblər. Əgər kimin işi olduğunu bilsəydim onu məhv eləyərdi. Bəsdir bu qədər zingildədin. Bir hadisə də olub. Ağlamağınla fərsizliyini ört-basdır eləyə bilməzsən. Baş üstə xanım, oldu, baş üstə. Tez ol, qoca bayquş indi gələcək. Gəldim. Gəldim. Bu qablarda yemək necə də ləzzət eləyəcək. Gedək. Bunu xanım çox istəyir. Götürmə. Yaxşı iş deyil. Bu neçə illik kənizliyimin əvəzidir. Xanım qocalıb. Bunlar onun nəyinə lazımdır? Xanım, sizin cəvahirlər olan qutunuzdan nəsə etməyib ki? Mirvari boyunbağım yoxdur. Bilirəm onları kim götürüb. Tez onların qarşısını almaq lazımdır. Hey, dayanın! Rudamun, onları saxla! Hara? Gizlətdiyiniz nədir? Sizi bu vaxta qədər himayə eləməyimin, məhəbbətimin əvəzidir bu. Onlara ömürlük zindan atmaq lazımdır. Sizi şallaqla həlak eləmək lazımdır. Siz nə axmaq xidmətçilərsiz? Niyə diz çöküb üzrxahlıq eləmirsiniz ki, xanım sizi bağışlasın? Diz üstə oturub xanımdan üzr istəyin ki, sizi bağışlasın. Xanım, yalvarıram, məni bağışlayın. Bizi bağışlayın, xanım. Bizi bağışlayın. Üzr istəyirik, xanım. Üzr istəyirik. Bağışlayın bizi. İtilin gözümün önündən. Sizi görmək istəmirəm. Hər ikisini saraydan qovun. Sizin yerinizdə olsaydım, özümü öldürərdim. Gedib özümü Nildə qərq eləyərdim. Nə qədər ki, sizi şallaq zərbələri ilə öldürməmişəm, buradan uzaqlaşın. Üzr istəyirik. Gedin buradan. Züleyxanın dərdi azmış kimi. Hər gün Asimandan başımıza bəla yağır. Dünən Azuqa anbarını uğurlayıblar. Bugün mənim bəzək əşyalarımı. Sabah da Anbar qarət olunandan bu biçarələrin vəziyyəti daha da pisləşib. deyirlər Yüzarsifin əmrinə əsasən hər kim tarlada işləsə, tədricən ona sahib ola bilər. Bəli, elədir.
Ambarlara verdiyi buğdanın dəyərində Axnatunun torpaqlarına sahib olur. Mən alicənab bir ailədə doğulmuşam. Yəni mən də Yüzarsif kimi səxavətli ola bilmərəm. Bugündən hamınız azadsız. Mən bütün əmlakımı, buğda, papirus, kətan sahələrimi sizə bağışlayıram. Eşq olsun. Minnətdarım sizə. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Məndə sizin qarnınızı doyuracaq heç bir şey yoxdur. Bu tarlalarda çalışın və bununla da özünüzü, ailələrinizi dolandırın. Züleyxa xanımın bu böyüklüyünü və inayətini heç vaxt unutmayacağıq. Tanrılar sizi hifz eləsinlər. Eşq olsun xanıma. Alqış olsun sizə. Tanrılar sizi hifz eləsinlər. Təşəkkür edirəm. Minnətdarıq. Məyər aşiq öz məşuqunun rəngini almamalıdır? Əgər Yusif özünü kimsəsizlərin xadimi bilirsə, Züleyxa niyə bilməməlidir? Əgər o özü üçün heç nə istəmirsə, Züleyxa niyə istəməlidir? Sizin var dövlətiniz elə bu mülk idi. Niyə onu bağışladınız? Əgər lazım gələrsə, bu sarayı da onlara bağışlayacağam. Axı bu tarlalar mənim nəyimə lazımdır? Həmin əkin yerlərini idarə eləyə bilmirəm. Qoy heç olmasa onlar özlərini təmin eləsinlər. Bəs biz necə? Biz acından ölməliyik? Lazımı qədər varımızdır. Qorxma, acından ölmərik. Nə olub? Niyə hamınız bura yığışmısınız? Hardaydınız xanım? Xidmətçilərdən biri paltarının altında nə isə gizlədib sürətlə saraydan çıxdı. Onun arxasınca getdik xanım, amma çata bilmədik. Nə gizlətdiyini görmədiniz? Mən gördüm xanım. Deyəsən sizin paltarlarınız idi. Bəs Rudamun? Axı o mənimlə birgə xidmətçilərin evində idi. Axı mən bu libasları neynirəm? Bu paltarlar Yüzarsifi özümə məftun etməli olduğum vaxtlar işə yaramadılar. İndisə kimin üçün onları geyinim? Daha mənə lazım deyil. Əgər xanım icazə versə, mən də mürəxxəs olardım. Hara? Sarayda mənim üçün iş yoxdur. Burada qalmağımın heç bir mənası yoxdur. Mən bir əskərəm. Misir ordularının birində xidmət edə bilərəm. Hiss edirəm ki, burada mənə ehtiyac yoxdur. Elə deyil. Sənə hələ də ehtiyacımız var. Mən bura məxsusam. Hər gün görüşünüzə gələcəm. Mənim üçün artıq fərqi yoxdur. Necə istəyirsən.
Allahın peyğəmbərindən yalnız bunu gözləmək olar. Qabaqcadan onun bütün dediklərinin baş verəcəyini bilirdim. De görüm, sənin bu məktubun mövzusundan xəbərin var. Bəli, cənab hökmdar. 5 il əvvəl də bu sarayda cənab Axnatunun huzurunda Allahın nəbisi cənab Yüzarsif buyurdu ki, kahinlər buğda ehtiyatı yığmaqla öz məğlubiyyətləri üçün şərait yaradırlar. Bu məktubda yazılıb ki, ehtiyat buğda yığımından artıq 5 il keçir. İndiyədək buğdalar artıq çürümüş olmalıdır. Cənab hökmdar, ayıq olmaq lazımdır. Onların buğdanı gizlində məhv eləmələrinə icazə verməməliyik. Cəmaət məbəd üçün çəkdiyi zəhmətin müqabilindəki ziyanlardan xəbərdar olmalıdır. Əgər onlar buğdanı məhv eləməyə başlasalar, gərək cəmaət bu hadisədən xəbərdar olsun. Əvvəlcə puskuda hazır dayanmalı, buğdaları nə vaxt məhv eləyəcəklərini gözləməliyik. Doğrudur, cənab. Bütün anbarları nəzərdən keçirmişəm. Saxlanılan buğdaların hamısı çürüyüb. Heç istifadə olunacaq halda deyil. Bəs anbarların məmurları nə edirdilər? Niyə əvvəlcədən xəbər verməyiblər ki, bir iş görək? Onlar ehtiyat anbarlarıdır. Onları neçə il əvvəl bağlayıb möhürləmişik və qərarı almışıq ki, qıtlıq başlamasa, onları açmayaq. Təəssüflər olsun ki, buğdanın 2 ildən çox davam gətirmədiyini bilmirdik. Cənab, bizim gördüyümüz buğdalar 2-3 il bundan qabaq xarab olub. Yəni heç istifadə olunası halda deyil? Heç cür mümkün deyil, cənab. O buğda hətta heyvanlara da vermək üçün yaramır. O ki qaldı insana. Hamısını nilə tökün. Cəmaət bu buğdaları görməməlidir. Bircə müğayət olun ki, hökumət məmurları bundan xəbərdar olmasınlar. Əgər Yüzarsif bu macəradan xəbər tutsa, hamımızı rüsvay eləyəcək. Gecə yarısı hamısını ehtiyatla gizlicə nilə tökün. Buğdaları nilə niyə tökürlər, hə? Bunlar dəli olublar. Cəmaatın buğda ehtiyatı topladığı vaxtda bu nə deməkdir? Əmir Horemhop daxil olmaq üçün icazə istəyir. Öz vaxtsız gəlişimə görə üzr istəyirəm. Əskərlər xəbər verdilər ki, kahinlər bir miqdar buğdanı nilə tökürlər. Fikirləşdim ki, bunu bilməyiniz vacibdir.
Bəli, bunu bilmək zəruridir. Özü də olduqca zəruri. Keşikçi, Cənab Yüzarsifin baş müşaviri Cənab Maliki yanıma çağırın. Sanki Cənab Yüzarsif hardansa kahinlərin buğdasının xarab olacağının vaxtını bu günlərə təsadüf eləyəcəyini bilirdi. Qulluğunuzdayım, cənab hökmdar. Cənab Horemhop xəbər gətirdi ki, kahinlər məbədin buğdalarını nilə tökürlər. Cəmaatı tez Tipsin körpüsünə aparın ki, bu macəranı öz gözləri ilə görsünlər. Bu ən yaxşı fürsətdir. Qoy cəmaat kahinlərin onların zəhmətlərini necə puç elədiklərinin şahid olsun. Cənab Yüzarsifin söylədikləri necə də tez baş verdi. Tələs Malik, get gör nə inirsən. Dayanın. Bu nə deməkdir? Siz orada nə inirsiniz? Niyə bu buğdaları nilə tökürsüz? Siz bu cəmaatın dostusuz, yoxsa düşməni? Misir qıtlıq içində olduğu bir vaxtda siz buğdaları məhv eləyirsiniz? Vay. Ondan pis nə ola bilər? Abrımız getdi. Amun bizə rəhm eləsin. Cənab Yüzarsifin sözlərinin gerçək olacağına inana bilmirdim. Gedək buradan. Gedək, daha onların baxışlarına dözə bilmirəm. Tez olun. Bu buğdalar xarabdır ki. Bütün buğdalara qurd düşüb və qaralıb. Belə bir böhranda cəmaatın zəhmətini niyə körləyirlər? Ambarlarda saxladıqları buğdaların hamısı xarab olub. Odur ki, onları məhv eləməyə məcburdular. Amma bunu cəmaatın qorxusundan gecə yarısı eləyirlər. Baxın, buğdalara baxın. Kahinlər cəmaatın xidmətində olmalı deyillər? Yəni xidmət eləmək budur. Bu buğdalar qıtlıq vaxtı neçə-neçə insanı xilas eləyə bilərdi. Bu buğdalar neçə əkinçinin zəhmətinin bəhrəsi idi. Onu hazırlamaq üçün nə qədər zəhmət çəkmişdilər. Bu, ehtiyat saxlamağın qaydasını bilməməyin nəticəsidir. Amun məbədinin kahinləri xalqı, cəmaatı düşünmək, qıtlıq, quraqlıq təhlükəsinin qarşısını bacardıqları qədər almaq əvəzinə öz qarınlarını doyurur və xalqın zəhmətini məhv eləyirlər.
Lənət olsun məbədin kahinlərinə! Lənət olsun məbədin kahinlərinə! Lənət olsun kahinlərə! Lənət olsun məbədin kahinlərinə! Lənət olsun kahinlərə! Bu da növbəti rüsvayçılıq. Yuxu Yozmun macerasından sonra bu ikinci dəfədir ki, Yuzarsif böyük Amunun məbədini rüsvay eləyir. Heç bilirsiniz ki, məbədin buğda ehtiyatına dəyən bu ziyan cəmaatın Amun məbədinə olan etiqadını necə zəiflədib? Bu bir müharibədir. Əgər Yuzarsif də belə bir səhvə yol versəydi, ona bir anda fürsət verməzdik. Afərin, afərin. Yaxşı nöqtəyə işarə elədin. Yuzarsif də biz zərər çəkdiyimiz kimi zərər çəkməlidir. Mən hələ də ümidimi itirməmişəm. Gedin cəmaat arasında dediklərimi yayın. Əgər məbədin buğdası çürüyübsə, kim zəmanət verər ki, Yuzarsifin buğdası çürüməyib? Əgər məbədin buğdası 5 il ərzində xarab olubsa, onda 7 illik buğda ehtiyatı əlbəttə ki, xarab olmalıdır. Əgər buğda ehtiyatı yığmaq düzgün deyilsə, bəs Yuzarsif bu işi niyə davam etdirir, hə? Emin valla, Yuzarsifin bizə tərəf tuşladığı acı, tikanlı sözlərini elə onun özünə tərəf yönəldər. Demək olar ki, bütün şəhərin əhalisi ora yığışmışdı. Onlar məbədin bu hərəkətinə görə çox qəzəblənmişdilər. Çünki məbədi və onun kahinlərini əkinçi və işçilərin böyük zəhmətinin məhv olmasının səbəbkarı hesab edirdilər. Əgər mane olmasaydıq, hətta kahinlərlə dalaşacaqdılar. Bu təbiidir. Cəmaat öz əlinin zəhmətinin məhv olunmasına dözə bilmir. Belə bir zamanda buğda çox dəyərlidir. Siz cəmaatı məbədin əleyhinə qaldırdığınız üçün sevinirsiniz? Niyə də sevinməyim? Amun bizim düşmənimizdir. Məlum məsələdə düşmənin məğlubiyyəti bizi sevindirməlidir. Misir cəmaatı 3000 ildir ki, Amuna sitayiş eləyir. Çoxları Amunu şahlıq taxtından endirmək istəsələr də buna nail ola bilməyiblər. Şübhəsiz ki, siz də bacarmayacaqsınız. Şəhərin cəmaatı bərk qəzəblənmişdi və ümumiyyətlə məbədin buğda ehtiyatı yığmasına narazılıq edirdilər. Bunu da demək lazımdır ki, kahinlər buğdanı saxlamaq nöqsanının Yuzarsifdə də təkrar olunacağını dedilər. Biz isə buna qaynedici cavab verə bilmədik. Mən bunu əvvəllər də Yuzarsifdən soruşmuşam. Hərçənd dəqiq bilirəm ki, onun bütün işlərində qane edici dəlillər var. Nə üçün cənab Yuzarsifin bilə-bilə cəmaatın buğdalarını məhv elədiyini görməməliyik? O cəmaatın suallarına necə cavab verəcək? Mən əminəm ki, Yuzarsif heç vaxt səhv eləməyəcək. Onun gördüyü bütün işlərin məntiqi əsası var. Bu mümkün deyil. Yəni Yuzarsifin saxladığı buğda hələ xarab olmayıb? Bilmirəm, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Tək onu bilmək istəyirəm ki, Yuzarsif Tipsə gəlib, yoxsa yox. Ondan bir xəbər var. Xeyr, xanım. Ondan bir xəbər yoxdur. Təzəlicə Tipsə gəlməyib, xanım. Qorxuram ki, Tipsə gələ, mənsə ondan xəbər tutmayım. Narahat olmayın, xanım. Tipsə gəldiyini eşidən kimi mütləq sizə xəbər verərik. Narahat olmayın, xanım. Söz veririk. Arxayın ola bilərsiniz, xanım. Arxayın olun. Mən Yuzarsifi sevirəm. Ona qovuşmaq üçün dəqiqələri sayıram. Mən onu mütləq görməliyəm. Deməli, Memphisə getməyə hazırlaşırsınız. Əgər cənab hökmdar buna razılıq versə. Açığı ürəyim Yuzarsifdən ötürü yaman darıxır. Ona Tipsdə baş verən hadisələr barədə xəbər verin. Və onu da deyin ki, zəruri bir iş üçün bura gəlsin. Çox zəruri bir işdir. Deyin ki, cənab hökmdar onu görmək istəyir. Mütləq Tipsə qayıtsın. Baş üstə çatdıraram.
Bizim ona nə hazırladığımızdan hələ xəbərsizdir. Nimisa bu? Buğdanı sümbülü ilə saxlamaq. Bu gülünc deyil. Hə? Yüzarsif bu qədər ambar tikmək əvəzinə bir ambar tikə bilər və buğdanı təmizləyərək az həcmdə yer tutduğu halda saxlaya bilərdi. Məyər haqlı deyiləm? Hə? Bununla da bu biçarə cəmaatın sərmayəsini bu cür hədər eləməzdi. Nə deyim? Cənab Yuzarsif gəlir. Bunu onun özündən soruşun. Allahın salamı olsun sənə. Allahın salamı olsun sizə. Nə olub kahin? Buğda təhvil vermək üçün gəlmisən? Yox, cənab. Davada laş salmaq üçün gəlib. Deyir, niyə bu qədər çox ambar tikiblər? Bu buğdaların təmizlənmişi bir ambardan çox yer tutmazdı. Biz bu qədər ambar əvəzinə bir ambar tikib, buğdaları ora yerləşdirə bilərdik. Amma bu halda biz də Misirin baş kahini Alexmahu kimi buğdalarının çürüyüb xarab olması üzündən ziyana düşərdik. Bəli. 5 il ərzində heç kimə demədiyim sirrim bax budur. Bu sirri Allahım mənə öyrədib. Yəni biz də buğdanı sümbülü ilə saxlaya bilərdik? Bunu hamı eləyə bilər. Bu şərtlə ki, əgər ambar tikmək və ehtiyat buğda yığmaq üçün vaxtımız olsa. Deməli, buğda saxlamaq sirrini nə vaxt açacağını bilirdin. Sən zirək kahinsən. Mən kahinlərin və varlıların sui-istifadəsinin qarşısını almalıydım. Allah məni Misir xalqını bu qıtlıqdan xilas eləmək üçün məmur edib. Əgər hamı buğda saxlamağın qaydasını bilsəydi, indi tipsin ambarları buğda ilə dolu olmazdı. Gedək buradan. Allahın peyğəmbərinə salam olsun. Allahın salamı olsun sənə. Tipsdə nə təzə xəbər var, Malik? Hər şey qaydasındadır. Amma cənab, məbədin kahinləri sizə yaman qəzəbləniblər. Axnatun və xanımı sizin yolunuzu böyük həvəslə gözləyirlər. Və təkid edirlər ki, tezliklə tipsə qayıdıb onların görüşünə gedəsiniz. Lap yaxşı. Nimisa bu. Sən bizdən əvvəl tipsə gedib, bizim bugün ora gələcəyimizi xəbər ver. Baş üstə, cənab. Məncə vacib bir məsələnin olduğu üçün məni görmək istəyirlər. Nimisa bu? Nimisa bu? Cənab Rudamun. Sən Memphisdə Yuzarsifin yanında olmalıydın. Burada nə edirsən? Gəlmişəm Axnatuna Yuzarsifin Memfis səfərindən qayıtmasını xəbər verim. Sən burada nə edirsən? Mən körpünü qorumağa və keşik çəkməyə məmuram. Səni görməyimə çox şadam, amma tələsirəm. İndilərdə cənab Yuzarsif tipsə daxil olmalıdır. Danışmalı çox şey var. Yenə görüşərik. Burna Briyas. Sürətlə Putifarın sarayına get. Mənim adımdan Züleyxa xanıma de ki, sizin fikrinizdə olan şəxs bugün tipsə qayıdacaq.
Xanım, hara? Məyər eşitmədin? Yüzarsif tipsə qayıdır. Özü də Nillə. Mən onu sevirəm. O bilməlidir ki, Züleyxa bu istəyindən əl çəkən deyil. Bu əskərə muştuluq vermək lazımdır. Belə bir vəziyyətdə lazım deyil. Sizin üçün ayıbdır, xanım. Çox sağ olun, xanım. Tamam, Tiyamini. Onun halı yaxşı deyil. Bu örtüyü götürüb onun dalınca gedin. Tez olun, gedin. Elə özüdür. Baş müşavir, Günəş məqamının sahibi. Bu böyük yuxu yozan Yüzarsifdir. Hə, odur. Hikmətli Yüzarsif. Tanrıların sevgisi sizinle olsun. Salam olsun. Eşq olsun. Yüzarsif! Yüzarsif! Eşq olsun sənə. Qüdrətli Yüzarsif. Eşq olsun Yüzarsifə. Salam. Eşq olsun Yüzarsifə. Salam olsun. Salam olsun. Böyük Yüzarsifə eşq olsun. Eşq olsun Müsür nəslinə. Yüzarsifə salam olsun. Eşq olsun. Hoş gəlmisiniz. Eşq olsun Müsür xilaskarına. Eşq olsun. Salam olsun Müsür xilaskarına. Eşq olsun. Qüdrətli Yüzarsif. Hoş gəlmisiniz. Yüzarsif. Salam olsun Yüzarsif. Allahın nəbisinə Eşq salam olsun olsun. böyük Yüzarsif. Yüzarsifə. Eşq olsun Yüzarsifə. Hoş gəlmisiniz. Eşq olsun sizə. Eşq olsun sizə. Eşq olsun böyük Yüzarsifə. Eşq olsun. Eşq olsun Yüzarsifə. Gördünüz? O qulların çiyninə minmədi. O cəmaatın çiynindəki yükü götürmək üçün gəlib. Çiyinlərinə ağır yük qoymaq üçün yox. Xanım, siz nə üçün Yüzarsifi görmək istəyirsiniz? Siz öz eşqinizi ona bildirmək istəyirsiniz? Elə düşünürsünüz ki, o sizə əhəmiyyət verəcək? O indi qüdrətli, gözəl cavan olub. Bəs siz? Axırıncı dəfə özünüzə güzgüdə nə vaxt baxmısınız? Yəni mən çox eybəcər olmuşam. Əgər o məni görsəydi, təhqir eləyərdi. Qocalığımı və çirkinliyimi üzümə vurardı. Mənim çarəsiz xanımım. Çarəsiz xanımım.
vaxtı ilə Misirin ən gözəl qadını olan Züleyxadır. Bəli, həmin Züleyxadır ki, Tipsin küçələrində, qulların çiyinlərində gəzərdi. Görürsən eşq onu nə günə qoydu? Yox. Mənim Yüzarsifim elə deyil. O heç vaxt məni təhqir eləməz. Mən yenə də onun görüşünə gedəcəyim. Amma yox, o məni görməməlidir. Mən əvvəl özümü görməliyim. Görüm mən həmin Züleyxayam. Mən özümü görməliyəm.